Salam əziz tələbələr, 9-cu siniflər üçün müxtəlif illərdə buraxılış imtahana düşmüş sualların izahını verək. Birinci sual 15-ə bölünən ədədi deyir göstərin. Ümumiyyətlə, ədəd 15-ə bölünürsə, o həm 3-ə, həm 5-ə bölünməlidir. 5-ə bölünmə əlaməti sonu 0 və ya 5 ilə qutaran ədədlərdir. Y bəndi ola bilməz. 3-ə bölünmə əlaməti rəqəmlərinin cəmi 3-ə bölünən ədədə 3-ə bölünür. Deməli, bunun rəqəmlərin cəmini tapsaz, elə A bəndində 15 idir rəqəmlərin cəmi. Yəni 3-ə bölünür, axırı 5 ilə qutardığına görə 5-ə də bölünür. Variant A. Birinci vurğu 100 dəfə, ikinci vurğu 20 dəfə artırsaq, 100-ü vurduq 20-yə, yekunda 2000 dəfə artar. C bəndi. Keçdik növbəti suala. 25 ilə 15 ixtisar 7, burada elədi 5-də 3. 10 ilə 6 ixtisar 7, 2-yə, bu da elədi 5-də 3. 3 dənə 5-də 3. Soruşun hissəsi bərabərdir kəsirlərdən 3 dənə 5-də 3 var. 4 nömrəli misalda doğru bərabərsizliyi göstərin. Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyükdür. 13-də 18 daha böyükdür. Yəni 1 var 18 dənə tortu 13 adam arasında böləsən, 1 var 18 dənə tortu 23 adam arasında böləsən. Aydındır ki, 13 adam arasında böldükdə daha böyük paylar düşür. Artma sırası o deməkdir ki, balacadan böyüyə düzəcəyik. Kiçikdən böyüyə doğru. Və mənfilərdə hər şey tərsinədir. Axı mənfi 5 ilə mənfi 4 məsələn müqayisə eləmək istəsəz, mənfi 5 kiçik olacaq. Bu səbəbdən də mənfi 1/3, mənfi 1/2, mənfi 1/1, mənfi 1. 6 nömrəli misal. Vuranda üstlər toplanır. Bu eləyir, baxın, 81 üstü 0,25. 81 üstü 4 deməkdir. Üstündə 0,25. Bu da elədir 3 üstü 1, yəni 3. Variant B. Usta və onun şagirdi 2200 detal hazırlayıb. Bunun 75% usta eləyib. Soruşur ki, usta neçə detal düzəldib? 2200-ün 75%-ni tapırıq, vururuq 75-ə bölürük 100-ə. Sıfırlar gedir. 22-ni də 70-ə, 75-ə 1650. Variant Y. Vəssalam. Növbəti 163-ün kvadratı çıx 137-nin kvadratı. 163 çıx 137. 163 üstə gəl 137. Bunları bir-birindən çıxanda yerdə qalacaq 26. Toplayanda isə eləyəcək 300. Deməli, çıxdıq 26, topladıq 300. Bunları da bir-birinə vuranda 7800. Növbəti 9 nömrəli misalda A üstə gəl B-nin yerində 11,5 durur. Biz də saniyə buranı siləyik. 11,5 durur. Olur 11 vurulsun. 11 vurulsun. 11,5 üstə gəl 20. 11,5-in üstünə 20 gəlir 31,5. 11-i də 31,5-ə vurduqda 346,5 eləyəcək. Vəssalam. 10 nömrəli misalda görürük ki, 18 təkrarında gedir. Başa düşürük ki, bu ifadədə dövrdə 18 var. Yəni bu 0 tam dövrdə 18-dir. 0 tam dövrdə 18 yazmaq olar 99-da 18 kimi. 9-a ixtisar eləyərik, 11-də 2. Variant B. Növbəti 11 nömrəli sual. Deməli, nə eləmək olar 11-də? Sürətdən 5-i çıxararıq mörtəzə xaricinə. Qalar x üstə gəlir 3. Məxrəcdə isə 8x-i parçalayarıq. Necə parçalayarıq? Yazarıq 3x çıx 11, x çıx 33. 5 qalır yerində, x plus 3. Bu ikisindən x-i çıxartdıq çölə, x plus 3. Bu ikisindən 11-i çıxartdıq çölə, x plus 3. Hər iki tərəfdə x plus 3 var. Çıxdı çölə. Qaldı x çıx 11. X plus 3-lər getdi. 5 bölünsün x çıx 11. 5 bölünmüş x çıx 11 B bəndi. Keçdik 12. 4. 25 5-in kvadratıdır. 75 özü ümumiyyətlə 25 vur 3-dür.
O da yani 5'in kvadratı vur 3. 27'de 3'ün kubudur. Vuranda üstler toplanır. Olur 5 üstü 4 vur 3 üstü 4. 4. dereceden de 4'ler gitti kaldı 5 vur 3. 15. Y bəndi. Bu da 12 nömrəli misal. 13 nömrəli misal. Ümumiyyətlə fikir verirsinizsə dərəcə burada 18. Bu kökün dərəcəsi yazılmışsa o da 2'dir. 18'i 2'ye bölündə qalır 9. 1 onda 2 modulda x üstü 9. X sıfırdan kiçikdir. X sıfırdan kiçik olduğuna göre moduldaki ifadədən mənfi çıxmaz deyənə qarşısına bir dənə də mənfi atırıq ki, müsbət olsun. X sözü mənfidir. Olur mənfi 1 onda 2 x üstü 9. Variant D. Növbəti 10'u atırıq bu tərəfə. 5x bərabər olur 17'ye. X de bərabər olur 17 bölü 5. 17'ni 5'e böldüydü. 3 tam 5'te 2. Növbəti sual. 15 nömrəli sualda. Onu bu tərəfə atırıq. A'nı 10'a vururuq. Onda nə A? Onu 18'e vururuq. Çıx 180. Bərabərdir A'ya. A'nı bu tərəfə ataq. 180'də bu tərəfə. Qalsın 9A bərabərdir 180'ə. A bərabərdir 20'ye. A bərabərdir 20'ye. Keçdik. 16. X plus 3'ün kvadratı bərabərdir 16. Tənliyin köklərinin cəmini istəyir. X plus 3'ün kvadratı 16'dırsa x plus 3 ya 4'ün özüdür. 4'ün kvadratı çünki 16 edir. Ya da x plus 3 mənfi 4'dür. 3'ü atdıq bura x elədi 1. 3'ü atdıq bura x elədi mənfi 7. Tənliyin köklərinin cəmini istəyir. 1 nədir mənfi 7'nin cəmi mənfi 6. Vəssalam. Keçdik 17'yə. 6 alta topladıq. 7x bərabərdir 21'ə. X bərabərdir niyə? 3'ə. 3'ü aparıb qoyduq yerinə. 9 üstə gəl y 8'dir. Y 8'dən 9'un çıxdıq. Mənfi 1'dir. X 3, y mənfi 1'dir. Bizdən də x üstə gəl y kvadratını istəyirlər. Yəni 3'ün kvadratı üstə gəl mənfi 1. 3 üstə gəl mənfi 1'in kvadratı. Yəni 4. 18'i kənardan yazaq. Yəni bu belə də yüngül misal deyil. Ətrafdakiları silək. Aha. 18'də deməli bizdə misal belə başlayıb. Y çıx 1 bölü 2 çıx 1 üstə gəl 2y çıx 1 bölü 6 böyükdür y-dir. Bu tip misalları həll etmək üçün ifadə ortaq məxrəcə vurulur. Ümumi 6'ya vurulur. Birinci üçün tamamlayıcı vuruq 3 qalır. 6'nı 2'ni ixtisar gedir 3. Bu tam 6'ya vurulur. Bu 3'ə vurulur. Bu da 6'ya vurulur. Daha doğrusu üzr istəyirəm bu 1'ə vurulur. 6'lar ixtisar gedəndən sonra 1 qalır orada. Yəni 6'ya vuranda məxrəclərini elə bir ixtisar edirik. Onda qalır 3y. 3'ü vurdum y-də 3y. Çıx 3, çıx 6, üstə gəl 2y çıx 1, böyükdür 6y-dən. 5y çıx 9, böyükdür 9 yox 10, 6y-dən. 6y bura 10'u bu tərəfə ataq. 5y çıx 6y böyükdür 10'dan. Mənfi y böyükdür 10'dan. Mənfiyə böləndə y kiçikdir mənfi 10'dan. Cavab mənfi sonsuzluq. Mənfi sonsuzluq. Mənfi 10. Vəssalam. Keçdik 19 nömrəli misal izahını verməyə çalışaq. Onu da digər tərəfdən izah eləyək. Deməli, misalda 3c çıx c kvadrat çıx 3a üstə gəl a kvadrat. Bu ikisindən 3'ü çıxartsaq c çıxa. Növbəti ikisindən mənfini çıxartsaq, mənfi 1'i çıxartsaq, mənfi çıxartsaq qalacaq c kvadrat çıx a kvadrat. 3 vurulsun c çıxa. Və növbətidə bizdə donma oldu yenə. C kvadrat çıx a kvadratını biz vuruqlara ayıracaq, yazacaq c çıxa c üstə gəl a şəklində. Yəni 3 vurulsun c çıxan işimiz yoxdur. C kvadrat çıx c a kvadrat yazırıq c çıxa
S üstəgəl A kimi. Ondan sonra burada da S çıxa var. Burada da S çıxa var. Çıxardırıq mörtəzə xaricinə. Qalır vur 3 çıx. Bu 3 çıx. Bu ifadə. 3 çıx S çıxa. 3 çıx S çıxa. Variant S bəndi. 20'ye keçdik. Funksiyanın qiymətləri çoxluğunu istəyirlər. Burada biraz ehtiyatlı olmaq lazımdır. Elə də yüngül misal deyil. Fx funksiyası verilir. Verilib x kvadrat üstəgəl 4x üstəgəl 5 və bizə deyiblər ki, bunun qiymətlərinin çoxluğunu tap. Ümumiyyətlə, birinci bunu tam kvadrata ayırırıq. Bu 5'i yazıram 4 üstəgəl 1 kimi. Bu isə verir bizə x üstəgəl 2'nin kvadratı üstəgəl 1. Qiymətlər çoxluğu y-in aldığı qiymətlərdir. Yəni x-a nə verirsən ver, bu cavabı yoxlayırıq ki, cavab nə alacaq. X-a nə verirsən ver, onsuz da kvadratın ən aşağı yeri sıfırdır. Sıfırdan aşağı almayacaq kvadrat. Mənfi ala bilməz, kvadratda mənfi çıxır. Üstünə də 1 gəlsən, eləyəcək 1. Bunun ən kiçik qiyməti 1'dir. 1'dən də o tərəfin arta gedir müsbət sonsuzluğa. 1 müsbət sonsuzluq. 1 müsbət sonsuzluq. Və salam. Belə bir cavab Y bəndində. 21 nömrəli misal. Deməli, bizə deyirlər ki, uzunluq n-dən 7 santim böyüdür. Yəni 45'in üstünə o 7'ni gəlirik. Elir 52 santimetr. Və perimetri istəyir. Perimetrin də düsturu biz bilirik ki, 2 vurulsun. 2 vurulmuş A üstəgəl B'dir. 2 vurulsun A üstəgəl B'dir. 2 vur 45 üstəgəlmiş 52. Bu 97'ni 2'ye vururuq 194. 22 nömrəli misalda bu tərəfdən deməyə çalışaq. Sadə sualdır. Aha. 22 nömrəli misalda düz bucaq təpəsindən biri digərindən 20 dərəcə böyük olan 2 bucağa ayrılıb. Düz bucaq 2 dənə bucağa ayrılıb. Və bu bucaqlardan biri o birindən 20 dərəcə şərtə görə böyükdür. Biri kiçikdir, biri böyükdür. Yəni biri x-dir, biri x üstəgəl 20'dir. Amma düz bucaq ayrılıb bu iki hissəyə. Yəni x üstəgəl 20, üstəgəl bu x verməlidir 90. 2x verməlidir 70 dərəcə. X verəcək 35 dərəcə. Deməli, belə çıxır ki, kiçiyi 35'dir, o birisi 55'dir. Bizdən kiçiyi soruşurlar 35 dərəcə. 23 ilə üzərində göstərək. Deyiblər ki, SAD 25 dərəcədir. Başa düşürük ki, bura 25 dərəcədir. AD təm böləndir. Deməli, onda burada 25 dərəcədir. Onda bu elədir 50 dərəcə. Şərtə görə fiqur bərabər yanlıdır. Bərabər yanlı üst bucaqda oturacağı bitişik bucaqlar bərabərdir. Onda burada 50'dir. Amma bizdən haranı soruşurlar? B bucağını. Oturacaqlar 50-50-dirsə 100 dərəcə. Üst bucağın daxili bucaqlarının cəmi 180 eləməlidir yenə. Yuxarıya qaldı 80 dərəcə. Keçdik. Növbəti 24. 24'ü də yuxarıdan yazaq. Deməli, tərəflər verilib kiçik tərəfə çəkilən medianı istəyir. Yəni, bir tərəfimiz bizdə 7'dir, bir tərəfimiz 6'dır, bir tərəfimiz 4'dür. 4'ün üzərinə gedən medianı istəyir. Median üçün də belə bir düsturumuz var. 2'də 1, kökün altında 2 vur. Medianın çəkilmədiyi tərəflərin kvadratları cəmi çıxılsın medianın çəkildiyi tərəfin kvadratı. Yəni 2'də 1 vur. Medianın çəkilmədiyi tərəflər 6 ilə 7'dir. 6'nın kvadratı üstəgəl 7'nin kvadratı. Çıxılsın 4'ün kvadratı. Bu da 2'də 1 kökün altında. 6'nın kvadratı 36, 7'nin kvadratı 49, topladıq 85, vurduq 2'ye 170, çıxdıq 16, 154. Bu 2'də 1 də kökün altına salaq, kvadrata yüksəlsin, 4'də 1, vur 154. Bu ilə bu ixtisar gedir. Qalır 2, 77. 77 bölü 2 variant B. Kvadratın neçə simmetri yoxu var? Ümumiyyətlə, kvadratın 4 dənə simmetri yoxu var. Mən onları hamısını çəkim. Deyək ki, bu bizdə kvadratdır. Bax, bir simmetri yoxu, ikinci simmetri yoxu. Yəni, bu oxlar üzrə kvadratı qatlayanda onun bütün hissələri üst-üstə düşür.
kobud desək. 4 dənə simmetri oxu var. 4 cür onu qatlasam, onun hissələri üst-üstə düşər. Uzunluğu 30'dur. N onun 5'dən 3'üdür. 30'un 5'dən 3'ünü tapırıq birinci. 30'un 5'dən 3'ünü tapırıq. Bu edir 18. N 18'dir. Bizdən də sahəni istəyir A vur B. 30'u 18'ə vururuq. 540. 27'də AM MB'yə bərabərdir. BN NS'yə bərabərsə bu xətt orta xəttdir. Orta xətt sahəni həmişə S-in 3S bölür. Və bizə yuxarının sahəsini 12 veriblər. Onda aşağının sahəsi 3 vur 12, 36'dır. Ümumi sahəni istəyirlər. Ümumi sahədə olacaq 36'nı 12'ni toplayacaq. 48. Vəssalam. 28'də kök kvadrat getdi, kök kvadrat getdi. Nə qaldı? Modulda x çıx 1. Üstə gəl modulda x çıx 3. X 1 ilə 3 arasındadır. X 1 ilə 3 arasında olduğundan 1 ilə 3 arasında istənilən ədəddən 1 çıxsa bu mənfi deyil. Müsbət yazaq üstünə. Amma 1-3 arasındakı ədəddən 3 çıxsa bu mənfidir. Modulun daxilindəki ifadə müsbətsə olduğu kimi çıxır. Modulun daxilindəki ifadə mənfidirsə bunlar yerini dəyişir çıxır. Yəni olur üstə gəl 3 çıx x. X-lar gedir. Mənfi 1-in üstünə 3 gəlirik. Nəticədə 2 aldıq. Deməli. Növbəti. Bura bir dənə 0. Bura bir dənə 0. Bura bir dənə 0. 20 bölü 4 elədi 5. 120 bölü 24 elədi 5. Burada vergüldən sonraki rəqəmlərin sayılarını eyniləşdirmişik. 540 bölü 9 o da elədi 60. 5 çıx 500'ə gəl 60. Cavab 60. Vəssalam. Keçdik növbətiyə. 30 nömrəli misalı həll eləmək üçün. Burada orta məxrəcə gətirərək həll eləyək. Bunu kənarda yazaq. Göstərək ki, necə həll olunmalı idi. Demək, 30'da 1 bölü x üstə gəl 1 bölü y vur m bərabərdir 1. Orta məxrəcə gətirir x, y. Bu vurulur y-a, bu vurulur x-a. Olur y üstə gəl x vur m 1'dir. Onda m ilə bu ədədin hasili eyni veribsə, belə çıxır ki, m bunun tərsidir. Ki 1 versin də ixtisar getsin 1 versin. X, y bölünsün. X üstə gəl y. Vəssalam. Keçdik növbətiyə. Növbətidə 30 nömrəli sual. Daha sonra 31 nömrəli sual. Burada cavab deməli oldu. A bəndə 30'da 31'də x kubu çıx 27 verilib. 27 üçün nə idi? Kubudur. 27 üçün kubudur. Bu da olur x çıx 3 vur birincinin kvadratı. Hasil. Hasil. Üstə gəl ikincinin kvadratı. Və bizdə də bunu yazıblar bərabərdir. X çıx 3 vur A-ya. A-nı soruşurlar. Biz də görürük ki, A-nın yerində nədir yana? X kvadrat üstə gəl 3x üstə gəl 9. Variant C. 32 nömrəli misal. A çıx 2'nin kvadratı üstə gəl. B üstə gəl kökdə 3'ün kvadratı 0'dırsa 2 dənə kvadratın cəmi 0'dırsa. Deməli bunlar ayrı-ayrılıqda 0'dır. A çıx 2 0'dır. A bərabərdir 2'yə. B üstə gəl kökdə 3 0'dır. B bərabərdir mənfi kökdə 3'ə. Bizdən nə istəyirlər? A üstə gəl B-ni. Yəni A-nın yerində 2, B-nin yerində kökdə 3, B 2 çıx kökdə 3. C bəndi. Keçdik 32'dən sonra 33. Rənglənmiş hissə çoxluq cəbrində nəyi göstərir? Bu A ilə C-nin kəsişdiyi yerdir. Bura B ilə C-nin kəsişdiyi yerdir.
İkisini də kəsişdirib sonra bütöv götürüblər. Yəni birləşdiriblər. Variant C. A çoxəldisinin dərəcəsi 5-dir. B-nin dərəcəsi 7-dirsə, A kvadrat vur B-nin dərəcəsi neçədir? Bunun üçün ən sadə yol, götürün deməli A-nın dərəcəsi 5-dirsə, çoxhədli olmasa da adi bir həddi maksimal dərəcə ilə. Götürək x üstü 5 A-nın yerində. Üstündə kvadrat vur. B-nin də yerində götürək x üstü 7. Çünki B-nin dərəcəsi şərtə görə 7-dir. Ən sadə başa düşülmək üçün. 7 ilə 2-ni bir-birinə vuracaq. Qüvvətin qüvvəti bir-birinə vurulur. 5 ilə 2-ni və 7 ilə 2-ni. Biri olacaq x üstü 10, o biri olacaq x üstü 14. Vuranda üstlər toplanacaq, olacaq x üstü 24. Yəni, bu dərəcə 24. Vəssalam. 35 nömrəli misal. Ştrixlənmiş hissənin sahəsini istəyib bizdən. Biz də bilirik ki, deməli, nəyi bilirik? Buradan bura bizdə 2, o 1, 2-dirsə, buradan bura 4-dür. Böyük çevrənin radiusu 4-dür. Böyük o çevrə ilə əhatə edilmiş dairənin sahəsi pi kvadrat. Radiusu biz 4 gördük. Onda oldu nə? Pi vurulsun 4-ün kvadratı. 16 pi. Ardınca balacanın sahəsində tapırıq. Bizdən ştrixin sahəsini istəyir. Bu böyüyün, bu kiçiyin. Bu kiçik, bu böyük. Kiçiyin sahəsi pi balaca r kvadratdır. Yəni pi vurulsun, balaca r-in də yerində 2-dir, yəni 2-nin kvadratı. Elədir 4 pi. Bunların da fərqi 16 pi'dən 4 pi çıxdıq, elədir 12 pi. Variant A. Sonra ştrixlənmiş hissəni tapmaq üçün elə bir ki, ümumi sahədən boş sahəyə çıxdıq. Keçdik. 36. Yəni bu hissəni silək, bizə mane olmasın. 36. İki tərəf. Bir tərəf 2-dir, bir tərəf 7-dir, o bir tərəfi bilmirik. Amma o bir tərəf bunların cəmindən kiçik, fərqindən böyüdür. 9-dan kiçik, 5-dən böyüdür. 5 ilə 9 arasındadır. Onda x bərabər olur ən az 6-ya, ən çox 8-ə tam ədəd kimi. 5 ilə 9 arasında ən az 6-dır, tam ədəd. Ən çox 8-dir. Bizdən də ən böyüyünü istəyirlər. Perimetr amma istəyirlər. Perimetr bütün tərəflərin cəmidir. 2 üstə gəlir 7, üstə gəlir 8. Elədi neçə? 17. 37. Bir tərəfi 6. İkinci tərəfi isə bundan 2 cm uzun. Bir tərəf 6-dır. O bir tərəf bundan 2 cm uzundur. Yəni 8-dir. Üçüncü tərəfi bilmirik. Amma perimetri veriblər 24. 6 üstə gəlir, x üstə gəlir 8 bərabərdir 24-ə. Buradan x bərabərdir 10-a. Məsələn. Üçüncü tərəf 10-dur. 38 nömrəli sual. 38 nömrəli sual. Burada bərabərsizliyi həll etmək lazımdır. Necə həll edirik? Birinci mənfi 5-i bu tərəfə atırıq. İfadəni mənfi 5-ə vuranda işarə dəyişir. Olur 6 çıx 2x böyükdür nədən? 0-dan. 0 vurduq. Mənfi 5-ə 0 elədi, amma işarə dəyişdi. Sonra 6-nı bura atdıq. Mənfi 2x böyükdür nədən? Mənfi 6-dan. Mənfiyə böldük. X kiçik neçədən? 3-dən. X 3-dən kiçikdirsə mənfi sonsuzluq 3. Bu da 38. Keçdik. 39. Parabolanın təpə nöqtəsinin koordinatlarını tap. Bunun üçün nə edirik? Parabolanın təpə nöqtəsinin koordinatlarını tap deyəndə A bizdə 3-dür, B bizdə mənfi 8-dir, C bizdə 5-dir. Parabolanın təpə nöqtəsinin koordinatları birinci M-dir. M mənfi B bölü 2A ilə tapılır. Yəni B özü mənfi 8-dir, bir dənə də qarşısındakı mənfi. Olur müsbət 8. Böl 2 vur A. 2 vur 3. İxtisar gedir. 4 bölü 3. Bu birin x koordinatımızdır. N'in də düsturu mənfi diskriminant bölü 4A'dır. Deməli, diskriminantı hesablamalıyıq. Onun düsturu B kvadrat çıx. 4AC bölü 4A. B'nin yerində mənfi 8'dir. Yəni kvadratı 64. Çıx 4AC. 4 vur 3 vur 5. 4 vur 3 vur 5. Elədi 60. Böl 4A. 4 vur 3. Cavab elədi mənfi 3'də 1.
Deməli, x-i 3'te 4, y-i mənfi 3'te 1. Variant A. Yine de aydın olmayan suallar hakkında WhatsApp gruplarında bildirin. Uğurlar sizə. Ümidvaram ki, her şeyi anlayırsınız. Anlamadığınız sualları da sonradan bize ünvanlayabilirsiniz.